Salam, hər vaxtınız xeyir. Bilirik ki, bu ilmik imtahanına Səsli qız əsəri tam versiyada düşür. Ona görə də bəzi hissələrə nəzər salmaq lazımdır, geniş oxumaq lazımdır. Əslində dərslikdə verilən hissə ilə müqayisə edəndə görünür ki, dərslikdə olan hissədən o dərəcədə yeni bir məlumat, başqa bir geniş sujet xətti tam versiyasında yoxdur. Demək olar eyni şeydir. O ölkənin 6 ay mühasirədə qalması, sonra məğlub olması, daha sonra Səsli qızın məclisə gətirilməsi, yəni məğlub şahın orada olmağı, qalib şahın gəlişi demək olar hamısı eynidir. Sadəcə bəzi hissələr var ki, bəzi əsərlərlə oxşar formada verə bilər. Biz də bilirik ki, MİQ imtahanına hazırlaşmaq, döyüşə hazırlaşmaq kimi bir şeydir. Yəni indiki dövrdə təbii ki. Ona görə də həmin hissələrə baxaq və əsərlərlə hansı oxşar cəhətlər var, hansı fərqli cəhətlər var. Qeydlər götürmüşəm, həmin qeydlər ətrafında danışaq. Və yeni salındığı üçün ola bilər ki, bizim beynimizdə bəzi əsər oxuyanda deyər ki, yox bu nədir, bu məlumatdır, bu nağıl kimi hissələrdir, bu elə belə üzdən oxunub keçən hissələrdir. Gətirib onları salırlar. Gözümə dəyən yerlərin altını xəttləmişəm. Özüm üçün qeyd götürmüşəm. Həmin qeydlərə baxaq. Birinci ona baxaq ki, bir qələm götürək. Əsər müraciətlə başlanır. Baxın, necə müraciətlə deyir, sənin səsin gözəl qız, səslərin ən gözəli, eşitmədim belə səs, dünyanı dinləyəli. Baxın, bu əsərin müraciətlə başlaması bir sıra əsərlərdə var da. Bilirsiniz ki, ədəbiyyatımıza məsələn, oxşar fərqli xüsusiyyət olaraq gətirib bizə oxşar nə verə bilər? Cuşqıl əsərin, baxın, elə buraya yazaq. Cuşqıl əsərin verə bilər. Qafqaz müsəlmanlara xitab. Daha sonra gənclərə nəsihət. Cuşqul əsərdir, Qafqaz müsəlmanlara xitab, hər gənclərə nəsihət əsəri, elə Səsli qızın özü oxşar xüsusiyyət olaraq gətirər, verər və bizdən o nöqtələrin yerinə tapmaq istəyər ki, hansı oxşar xüsusiyyətlər var. O zaman əsərin müraciətlə başlamağını götürə bilərik. Daha sonra müəllif burada özünü, könlünü deyir ki, çox şeylər görən könlüm yenidən düşdü dərdə. Yəni qızın səsindən müəllifin o çox şeylər görən könlü sanki dərdə düşmüşdü. Daha sonra burada müəllifin bəzi bənzətmələri var. Demək, müəllif qızın səsini bülbülün səsinə bənzədir. Hətta burada bülbülü görüb sizə bir şey də deyim. Bülbülün adı çəkilir və növbəti hissələrdə görəcək ki, başqa quş adlarının da adı çəkilir. Ağlıma bilsiz nə gəlir? Bahariyə əsəri gəlir. Düzdür, insana biraz absurd gəlir ki, gətirib Bahariyə əsəri ilə oxşar sala bilərmi ki, Səsli qız əsəri ilə Bahariyə əsərinin oxşar cəhəti quş adları keçmişdi. Bu imtahanda, MİQ imtahanda dəfələrlə başımıza faciəli hadisələr, çox qəribə, mənasız imtahanlar, mənasız suallar, belə bir şeylərə rast gəlmişik də. Yəni elə olub ki, imtahan ləğv olunub, yenidən keçirilib. Bunu da yaşamışıq. Ona görə də dəqiq demək olmaz. Hər ehtimal ağlımızda olsun ki, burada da quş adlarının çəkilməyi, Bahariyə əsərində də quş adlarının çəkilməyi bir növ bir-birinə uyğun hesab oluna bilər. Yəni oxşar cəhətdir. Daha sonra qızın səsi ilə bağlı deyir ki, sanki ömrüm uzanır, uzandıqca nəfəsin. Bülbülün səsi kimi qaynayır incə səsin, sanki ömrüm uzanır, uzandıqca nəfəsin. Yəni müəllif deyir ki, qıza deyir ki, sənin səsin uzandıqca mənim ömrüm də uzanır. Qızın səsi neynir? Müəllifin ömrünü uzadır. Bu da yadımıza qalsın. Daha sonra müəllif qızdan elə ilk hissədə də var ki, bax ilk hissə ilə son hissəsinin oxşar olaraq götürülə bilər. Nə? Bunu yazaq elə bura. Demək, qızdan
susmamasını, susmama istəyir. Qızın susmamasını istəyir. Baxın, bu hissə əsər başlayan kimi də var. Deyir, susma Allah eşqinə, bundan sonra mənim üçün yaşamaqla ölməklə. Demək olar ki, əsər başladı, istədi, bir də ən axırda deyir, qız hara, susmaq hara. Yəni başlamağı ilə son hissədə bir-birinə oxşar cəhət var. Necə ki, bu İskəndərnamənin doğulması hissəsində deyirik ki, münəccimlər xəbər deyir. Sonra ölüm hissəsinə yaxınlaşanda deyirik ki, orada da münəccimlər xəbər deyir. Sanki onun doğulma hissəsi ilə ölüm hissəsi arasında bir oxşar xüsusiyyət kimi götürürük. Burada da elə bir oxşarlıq var. Daha sonra müəllif qızın səsini bir də nəyə bənzədir? Deyir ki, müqəddəs və ayə. Müəllif səsli qızın səsini müqəddəs vəhə bənzədir, ayəyə bənzədir. Deyir, dünyada nemət mi var? Bu səndəki səs kimi. Yəni səndə olan səs dünyada neməti olmayan, tayı bərabəri olmayan, səndəki olan bu səs kimi bir nemət dünyada yoxdur. Bundan danışır. Bir də ola bilsin cümlələri biraz düzgün demərəm, üzrü sayın. Dişimdə hal-hazırda problem var. Yenə də videonu davam elətdirməyə çalışıram, videonu çəkməyə çalışıram. Yəni ola bilər ki, siz danışığımdan nəsə hiss eləyə bilərsiniz. Buna görə də üzrü sayın. Yəni qızın nəfəsi nəyə bənzədildi? Ayəyə müqəddəs vəh. Baxın, həmin hissəni oxuyun, bir də yadınızda qalsın. Deyir, hər nəfəsin bir ayə, vəh müqəddəs kimi. Bu bizə nəyi xatırladır? Deyir, müğənninin səsini, İsa Peyğəmbərin, müğənninin o nəfəsini İsa Peyğəmbərin nəfəsinə bərabər tut. Ola bilər, oxşarlıq üçün yadınızda qalsın. Yəni burada da müqəddəs hesab olunur. Daha sonra müəllifin könlündən söhbət gedir ki, burada özü barədə deyir ki, sənin dərdindən ölənlərin sayı yoxdur və deyir ki, mənim könlümü bircə sənsən güldürən. Deyir, qız bu süskün könlümü bircə sənsən güldürən. Burada da görürük ki, müəllifin könlü bircə qızın səsi ilə gülürdü. Bu da ağlımızda qalsın və qızın səsi ilə bağlı bir də deyir ki, bircə sənsən güldürən, sənsən məni dilirdən, sənsən məni öldürən. Yəni burada deyək ki, səsin təzadlı məqamı. Səsin təzadlı məqamından da danışılıb. Daha sonra müəllif deyir ki, mən bu səsi soruşdum, dərvişdən soruşdum. Səsin sirrini bilməkdən ötürü hansı məqsədlə soruşur? Səsdəki sirri bilməkdən ötürü gedir dərvişdən soruşur. Deyir, mən bu dərvişdən soruşdum. Dərviş məndən qabaq bu səsə heyran imiş. Bu hissəni də oxuyun, baxın. Deyir, gedib sordum dərvişə. O məndən daha əvvəl heyran imiş bu səsə. Daha sonra danışır ki, əskilər onu sormuş ağsaqqal ərənlərə, yəni səsin hikmətini ağsaqqal ərənlərə sormuşdu. Onlar da demiş ki, birinci gözəllik qız səsidir. Gözəl qızda gözəl səs bu haqqın cilvəsidir. Yəni birinci gözəllik səsdir, gözəllik qız səsidir. İkinci gözəl qızda gözəl səsdir. Yəni haqqın cilvəsi gözəl qızda gözəl səsdir. Bu da yaddaşımızda qalsın. Hissədən sonra keçid eləyir. Deyir, hər dinin əsli nədir? Sual verir. Qayibdən gələn bir səs. Baxın, bu hissəni verə bilər. Deyək ki, bədii sual istifadə olunub. Bilirik ki, əgər cavabı gəlirsə, biz onu bədii sual olaraq götürmürük. Deyir, hər dinin əsli nədir? Qayibdən gələn bir səs. Yəni, səsin hikmətindən danışır ki, hər dinin əsli səs hesab olunur da. O gizlindən, qayibdən gələn bir səsdir. Biçarə insanlığın dərdini bilən bir səs. Bir çox gözəl qızların billur kimi səsləri azmi xilas eləmiş ölümdən bir kəsləri. Bax, burada sual verilir. Buradan deyə bilərik ki, o bayaqki hissədən yox. Məhz buradan yola çıxaraq deyə bilirik ki, əsərdə çoxlu sayda, yəni bədii sualdan istifadə olunub.
Mhm. Daha sonra nə görürük? Deyir, artıq həmin o dərslikdə olan hissələri dediyim kimi toxunmayacağam. Dərslikdə olan hissələri biz görürük ki, ölkə 6 ay mühasirədə qalır, məğlub olur. Məğlub olandan sonra yaşamaqla bağlı başlayır müəllif danışmağa ki, qalmadı ağızlarda yaşamağın heç dadı, bir çox yazıq quşların qoparıldı qanadı. Yəni olunan ədalətsizlikdən danışır. Daha sonra gəlir orada o necə ki əmr verilmişdi ki, toy səsi olsun. Həmin hissədə danışır ki, buludlar da qızardı. Dünən buludlarında çox dönük halı vardı. Yəni təbiətin bir növ orada baş verən hadisələrə münasibəti də öz əksini tapır. Deyir, biraz sonra onlar da, yəni o həmin buludlar da əkirdilər, getdilər. Yerdə qalan buludlar matəmi tərk etdilər. Daha sonra o buludlardan yenə danışır. Deyir, eşitdikcə adını ah çəkdilər dərindən, ağardılar qorxudan, çəkildilər dağlara. Yəni bu hissədə var. Adın eşidincə kim soruşurlar kimdir də gələn. Onlar adını eşidəndə ah çəkirlər. Sanki bir təəssüf hissi yaşayırlar. Yəni təbiətin də dediyim kimi baş verən hadisələrə o münasibəti öz əksini tapıb. Daha sonra burada müəllif danışır ki, bir də ki deyir bu həyatda günəşmi yalnız batan, az qaldı deyəcəkdim, bütün həyat bir yalan. Bax, həyatla bağlı təzadlı məqam var. Bax, həyatla bağlı təzadlı məqam, təzadlı. Aha. Deyir ki, hə, həyat yalan olsaydı, əvvəl deyir ki, həyat yalandır. Daha sonra deyir ki, həyat yalan olsaydı, bir coşqun çiçəklərlə, yox bir günlükdə olsa, həyat həyatdır yenə. Yəni əvvəlcə deyir, az qalsın deyəcəkdim həyat yalandır, sonra deyir ki, yox bir günlük də olsa, həyat həyatdır yenə. Bu hansı belə bir təzadlı məqam harda var? Əvvəl bir şey demək istəyir, sonra fikrindən daşınır, şəhidlərdə. Müəllif düşünür ki, nahaq şəhid oldu bizim cavanlar. Belə fikirləşir. Yəni belə heç bir məqsəd uğruna şəhid olmadılar da, nahaq şəhid oldular. Sonra deyir ki, yox. Yəni onlar dünyaya haqq səsini çatdırdılar. Əvvəl fikirləşir ki, başqa cür fikirləşir, sonra başqa cür fikirləşir ki, yox da, yəni ölümləri ilə sanki dünyaya çatdırdılar hər şeyi. Yaşayarkən çox cavan idilər, yaşayarkən bir iş görə bilmədilər, amma ölümləri ilə ucaldılar. Burada da sanki bir burada təzadlı məqam var ki, elə müəllif danışdığı yerdə öz fikrini dəyişir. Daha sonra deyir ki, dünən bir nişan yoxkən bağda səslən səmirdən, enincə dağdan günəş quşlar da coşdu birdən. Burada da quşlar da səs-səsə verir, başlayır oxumağa. Yəni o hissədə var ki, belə deyək, quşların da, yenə dediyim təbiət də bir növ o hadisələrə münasibət bildirir. Burada da quşların da o səsli qız kimi başlayırlar səs-səsə verirlər, başlayırlar oxumağa. Həmin hissədə yadımızda qalsın. Daha sonra görürük ki, burada musiqi alətlərini baxın qeyd eləmişəm mən bir dəqiqə. Aha, musiqi alətlərinin adı var. Məsələn, burada kamandan danışılır. Danışılır deyəndə adı çəkilib. Ney. Yəni bunları və s. yəni niyə qeyd olaraq götürmüşəm? Musiqi əsərlərinin, alətlərinin adı başqa hansı əsərdə yenə Gürşqıl əsərindən oxşar olaraq verilə bilərmi? Bilmirəm. MİQ imtahanından hər şey gözləmək olur. Bəli, verilə bilər. Musiqi alətlərinin adı çəkilib oxşar xüsusiyyət olaraq götürür və deyir ki, burada məgər deyir bəzən həyatla ölüm qardaş olurmuş. Yəni bu hissəyə də toxunulub.
Sonra zalımın bəxti üstün məzlumların ahından o ölkədə necə ki məzlum nə qədər insan var idi, amma kimin bəxti gətirmişdi? Zalımın bəxti gətirmişdi. Ona görə də deyir ki, zalımın bəxti üstün məzlumların ahından quşlar nə gözləyirdi ölüm padşahından. Yəni o qalib gələn padşahı ölüm padşahı adlandırır və onlar da deyir sənin səsin tək qıza deyir ki, deyir quşlar da bax gözəl qız, coşdu o gün sənin tək, onlar da sərdi durdu, yollara səsdən ipək. Yəni sənin kimi sanki səsdən yolları ipək sərir. Yəni quşlar da oxuyur burada. Daha sonra səyirdərək darğalar, burada darğaların iş görməyi var. Artıq orada başlayırlar iş görməyə də ki, axı qalib hökmdar gələcəkdi ona görə. Aha, başlayırlar orada ki, sağa sola atını, darğalar atı minib sağa sola gedirlər, çapırlar. Əhalini, yoxsulun, tatların bir-birini seçirlər. Deyir, şah keçəcək yolları kirlətməsinlər deyə yolçularla yanaşı qovdular dal cərgəyə. Yəni kim ki yaxşı görünürdü, gözəl görünürdü, onları saxlayırdılar. Yəni bəzəkli yerlərdə saxlayırlar bir növ. Qalan insanları da dal cərgəyə keçirirlərmiş ki, guya ki o belə deyək də pozmasınlar da, görüntünü pozmasınlar deyə. Daha sonra deyir ordu tirəndazları girdilər ellik bağa, çalışdılar qalmasın. Bir növ o bağı gözəl göstərməyə çalışırdılar ki, guya bir bağda bir qarğa belə qalmasın da. Daha sonra burada bir növ belə vur-havur olur. Şahın gəlişi başlayır qeyd olunmağa. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vur-havuru. Yəni o boyda bir vur-havur olur ki, onu fələk belə görməmişdi. Daha sonra danışır ki, qurban kəsilmək. Bax, qalib şaha. Burada bir məqam deyəcəm, ona görə bunu da deyim. Qurban kəsilməyi. Burada kəsilən qurbanın timsalında millətə işarə eləyir. Deyir ki, bəzəkli qurbanlar sərildi yerə, parladı bıçaqlar, tək bircə kərə, əvvəl bir sızıldı, sonra təpinmə. Bax, sonra deyir ki, dinmə, yazıq heyvan, ölsən də dinmə. Sanki burada ölsən də dinməmək, oradakı insanların vəziyyəti idi də. Bilirdiniz ki, insanların başına nə oyun açmışdılar. Həmin o insanların başına nələr gətirmişdilərsə, necə ki dinmirdi. Müəllif də o acığından, kinayəsindən bu hissə, bu belə deyək də o kəsilən qurbanın timsalında göstərməyə çalışmışdı. Dinmə, yazıq heyvan, ölsən də dinmə. Bir növ işarə eləməyə çalışmışdı. Daha sonra biz görürük, gəlir qalib şah, qabaqda deyir qıratın üstündə gələn o seyrək saqqallı, buxağı salla, 7 tux ardınca gələn cəllada. Yəni qıratın üstündə deyilib, bu da ağlımızda qalsın. Atı olaraq qırat çəkilir də adı. Daha sonra deyir ki, doymayan xaqan səndən qan istəyir qan. Qurbana deyir ki, o doymayan xaqan. Ola bilər ki, bu hissə qaralanar. Bizə verilər ki, doymayan xaqan səndən qan istəyir, bilirsənmi qan. Yəni deyək ki, qan istəyən xaqan o kimə aiddir? Məğlub hökmdara, qalib hökmdara. Bu zaman ağlımıza gəlsin ki, bu qalib hökmdara aiddir. Sonra o dərslikdə də bilirik də həmin o uğursuz xaqan deyə adlandırır. Niyə uğursuz? Çünki uğur gətirməmiş axı ona görə xalq ona səcdə eləyir. Sonra səcdədən başı qalxır. Burada bir növ orada görürük ki, ayini təsdiq eləyir. Şeyx eləyir də onu. Yəni din adamı. Baxın, din adamı ilə bağlı belə bir xocada, yəni hoca ilə bağlı belə hissələr var. Deyir, nə fitvalar çıxardı, az gözlü, yaltaq xoca. Din bir çək uzandırsa, yəni din çək uzandırsa, həm uzanır, bükülür, həm qaynar qətran olur, boğazlara tökülür. Sehirli bir halı var, haqq çıxarır yalandan, yeni bir fitva tapır, hər olandan qalandan. Yəni özündən bir fitva tapır. Daha sonra deyir, durmuşlar yanaşı, o keşişlə xoca, yəni molla ilə o keşiş də yanaşı dururlar. Deyir, sanki əslisi gəldi, bağrı yanıq Kərəmin. Burada əslisi gəldi, bağrı yanıq Kərəmin deməklə bax dastana işarə.
O Əsli Şərəm dastanından danışır da, bu da düşə bilər. Daha sonra müəllifin təəssüfü var burada. Müəllifin qeyd eləyək. Həm əslində əsərin çox hissəsində biz müəllifin təəssüfünü görürük, amma bu hissədə də var ki, deyir, beləcə əski parça bir sıtma ilə atıldı. Bütün bu ölkə xalqı çox ucuza satıldı. Həqiqətən də bu hissəni həmişə oxuyanda o qədər mənim ürəyim ağrıyır ki də. Yəni hər hissənin ayrılıqda onsuz da ağrılı məqamı var. Bu hissə təmiz elə bir insanın ürəyinə toxunur ki, həqiqətən də beləcə əski parça bir sıtma ilə atıldı. Bütün bu ölkə xalqı çox ucuza satıldı. Sonra deyir, qaldı bütün kənarda can verənlər, ölənlər, satışı təsdiq etdi, tox qarınla gülənlər. Bax, tox qarınla gülənlərin, yəni varlı təbəqənin demək istəyir də, tox qarınla gülənlər. Bunlar da kim idi? Satışı təsdiq edənlər. Ola bilər ki, yenə də belə cədvəl formasında düşər. Tox qarınla gülənlər qarşısında verər satışı təsdiq edənlər bunu götürəcək. Yəni o ac olanların, məzlumların adı çəkilmir də. Hansının ki qarnı tox idi, hansı ki varlı təbəqə idi. Təbii ki, onların nə vecinə onlar artıq satışı təsdiq edərdilər çox məmnuniyyətlə. Sonra o yerdən göydən danışır. Deyir, xısqırdı yer, bu doğru. Bir bax ki, göy nə haldadır. Yəni yer o olan müsibətə görə xısqırırdı. Göy nə haldaydı? Deyirəm, o təbiətin sanki bir növ orada münasibəti var idi. Bax deyir, bax ki, göy nə halda? Solğun dodaqları ilə güldü. Hər dərdə solğun ayda. Yəni ayın da gülməsi var. Sonra deyir, axşam düşüncə susdu, öz yoxluğu ilə Allah. Sanki Allahın da belə deyək də, öz Allahın da susması var orada. Sonra bilir ki, orada köşk bəzədilmişdi. Həmin köşkü kim bəzətdirmiş ki? Əski şah bəzətdirmiş. Daha təzə bəzətdirməmişdi. Ola bilsin ki, təzə olaraq sizə düşər, o yanlışdır. Əski şah bəzətdirmişdi. Orada kef məclisi qururlar. Kef məclisi qurandan sonra Saranı gətirirlər. Həmin hissələr olmasa dərslikdə olan hissələrdir. Saranı gətirdikdən sonra da gəlir Sara durur orada. Onun baxışlarında olan qəmi heç birini görə bilmir də. Deyir, nə bilir çiçək nədir? Kor gəlib kor keçənlər. Burada da bir işarə verir. Ondan sonra Sara şərqi oxuyur. Şərqi oxuyandan sonra bu hissələr də var da. Deyir, bax ki, kimlər çıxdı taxta, küssü kimin baxdı bağlar. Bağlar rədəflikdə. Deyir, qoç igidlər oldu qoldan, qalını kəfən taxtı bağlar. Bu hissələrdən sonra müəllifin, daha doğrusu şahın mey içməsi var. Amma ola bilər ki, deyər ki, bir dəfə itirmək bu yanlışdır. Baxın, həmin hissəyi oxuyuram. Bir daha deyir, Sara süzdü bir dəfə, xaqan mırlandı bəhbəh. Bir dəfə süzür şərabı. Axı onun əlindən şərab içmək istəmişdi. Bir dəfə süzəndən sonra xaqan içir, yəni bəhbəh eləyir. Ondan sonra yenə də içəndə, içmək istəyəndə orada rəqqasələr qalxıb süzürdülər. Baş qarışıqlığı vardı bir növ. Qız neynir? Zəhər qatdı meyə. Ondan sonra deyir, onun halını çox güc gətirmək dilədə. O qədər bir çətin vəziyyətdə idi ki, deyir, qadınlıq qorxusundan yarıldı gülgün dodaq. Yanaşdı titrəyişlə düşmən şaha bir sayaq. Gəlir, şahın əlindən öpür. Bu hissəndə dərslikdə verilib öpməsi. Daha sonra deyir ki, buyursun padişahım. Onun dilindən ola bilər ki, verər ki, onun dilindən şaha qarşı heç bir söz söylənməyib, amma söylənib. Bax, deyir ki, buyursun padişahım. Ondan sonra o verir içməyə. Deyir ki, bəzən də bir içim su əjdahanı boğarmış. Belə hissələr var. Daha sonra bilirik ki, ayaqlandı bütün xalq, arvad, uşaq, qocalar, yəni hamı burada ayaqlanır, birlik olur. Hamısı ayaqlanandan sonra bilirik ki, ölkədə azad olunur. Deyir, hər bucaqda Saranın mərmərdən heykəli var. Sonra amma azadlıq deyəndə
yenə də dərslikdə olan hissəyə deyirəm, toxunmayacağam, amma yenə də o üzdən danışıram həmin hissələri ki, azadlıq deyincə belə gülümsəmə, şad, Saranın məmləkəti köhnə Mərdanda azad idi. Orada hər şey qançən bir kraldan asılı idi. Dediyim kimi, necə bitir əsər? Deyir, sən kimdən çəkinirsən? Qız hara, susmaq hara? Yəni bədii sualla da əsər bitir. Əsər başlayanda da qızdan susmamağını istəyir. Əsər bitəndə də qızdan susmamağını istəyir. Bu qədər. Ümid edirəm ki, hər biri sizin üçün faydalı olar. Əgər bəyənsəz, bir MİQ imtahana hazırlaşan birinə mütləq şəkildə göndərin. Həm mənə dəstək olmuş olarsınız, həmin insana dəstək olmuş olarsınız. Mən də sevinərəm. Sağ olun.